Nağar Canımı azar edirəm. Oğlumun gündəlik dəftərini tapmışam. Bizim evdə nə baş verir hər gün içinə qeyd eləyir. Hə, güana var ki, orada oxu görüm. Bax gör nə yazıbdı. Anam canım.az saytına girə-girə orada görüntülü danışa-danışa soğan doğrayır. Deyir ki, ərimin onsuz da soğandan xoşu gəlmir, cəhənnəmə xoşu gəlsin. Mənim ki xoşum gəlir. Doğrayır soğanı yeməyin içinə, deyir aparım itin yeməyin verim yesin. Qələt eləyir, yalandan yazıb. Canım.az nədir, nə soğan? O uşaq yalancının biri, ona inanma. Qələtini yaz, mənim oğlum heç vaxt yalan danışmayıbdı. Bax, səndən danışır yenə. Anam atamın cibindən fırlatdığı pullardan bu gün getdi özünə qızıl sırğa aldı. Allah haqqı yalandı. Sən nə danışırsan hə? Həyatı boyu elə şey ola bilmə. Bax, Liboy bir səhifəni açıram bax. Hə, aç oxu görək. Anam atama bu elədiklərin haqq eləyir, səbəb var. Gör uşağı nətər doldurmuşsansa, mənim haqqımda gör nə yazıbdı bura. Atam da anamın padruqası var, yuxarıda 11-ci mərtəbədə qalır. Gizlin ondan danışır, evlərinə çıxanda gör... Oxu görüm onu. Bu uşaq səydi, başında çatmır bunu. Burada vergül qoymalıydı, onu qoymuyor. Ay, sən mənim padruqamdan sevişirsən, alçağım bir alçaq, hay? Bu uşaq nə yazıb oraya? Şübhələnmişdim sizdən. Atam qızın dodağından öpdü. Az, bu uşaq bildiyi yalancı deyil. Yalancının biridir. Belə tərbiyəsiz uşaqlar, bu nə yalanlardı bu yazıbdı bura? Qələtin elə düşürsən qavama, çıxırıq yuxarı padruqam yanında. Görün bu nə söhbətdir? Qələt eləyir, hamısı yalandır, dayan indi.